Uğurlar arzulayıram və diqqətinizə görə təşəkkür edirəm. Böyük verilənlər texnologiyası. Salam dostlar. Bugünkü dərsimizdə biz müasir dövrün ən aktual anlayışlarından biri olan böyük verilənlər texnologiyası ilə tanış olacağıq. Siz artıq bilirsiniz ki, hər gün milyardlarla insan internetdən istifadə edir. Sosial şəbəkələrdə yazışır, şəkil və video paylaşır, müxtəlif məlumatlar ötürür. İndi təsəvvür edin ki, bu qədər çox məlumat harada saxlanılır, necə emal olunur və istifadəçiyə necə çatdırılır? Bax, bu sualların cavabını böyük verilənlər texnologiyası verir. Böyük verilənlər texnologiyası nədir? Böyük verilənlər termini ingilis dilində Big Data adlanır. Sadə dillə desək, bu çox böyük həcmdə, müxtəlif formalarda və çox sürətlə daxil olan məlumatların emalı üçün nəzərdə tutulmuş texnologiyaların ümumi adıdır. Maraqlı bir fakt deyim. Bu anlayış ilk dəfə 1997-ci ildə Intel və NASA mühəndisləri Michael Cox və David Ellsworth tərəfindən elmə gətirilib. Onlar böyük informasiya massivlərinin vizuallaşdırılması ilə bağlı problemləri araşdırırdılar və beləliklə Big Data termini meydana gəlir. Böyük verilənləri izah etmək üçün çox vaxt 3V ifadəsindən istifadə olunur. Gəlin bunlara ayrı-ayrılıqda baxaq. Həcm, volume. Bu deməkdir ki, məlumatların həcmi çox böyükdür. Məsələn, hər gün sosial şəbəkələrdə milyonlarla şəkil, video və status paylaşılır. Sürət, velocity. Burada məlumatın daxil olma sürəti nəzərdə tutulur. İnformasiyanın həcmi yalnız böyük deyil, həm də çox sürətlə artır. Çeşidlilik, variety. Məlumatlar çox müxtəlif formalarda olur. Mətn, şəkil, video, audio və s. Onların hamısını birlikdə emal etmək asan deyil. İndi isə sizə real nümunə gətirim. Böyük Hadron sürətləndiricisi adlı elmi qurğu var. O fasiləsiz olaraq çox böyük miqdarda informasiya yaradır və alimlər bu məlumatlar vasitəsilə kəşflər edirlər. Sosial şəbəkələrdə başqa bir nümunədir. Facebook, WhatsApp, X kimi platformalarda hər saniyə milyonlarla əməliyyat baş verir. İstifadəçilər gözləməyi sevmir. Ona görə də məlumat dərhal emal olunmalı və lazımi yerə ötürülməlidir. Böyük verilənlər necə emal olunur? Bunun üçün müxtəlif texnologiyalar işlənib hazırlanıb. Verilənlərin intellektual analizi. Böyük verilənlərdə gizli qanuna uyğunluqları aşkar etmək üçün süni intellekt metodlarından istifadə edir. Məsələn, internet mağazaları alıcıların davranışlarını təhlil edərək onların nəyə maraq göstərdiyini müəyyənləşdirir. NoSQL verilənlər Ənənəvi SQL bazalarından fərqli olaraq, bu bazalar daim dəyişən və müxtəlif strukturlu məlumatları saxlamağa imkan verir. Sosial şəbəkələr buna yaxşı nümunədir. MapReduce modeli. Çox böyük verilənləri eyni vaxtda bir neçə kompüterdə emal etməyə imkan verir. Burada map məlumatları seçir, reduce isə nəticələri birləşdirir. Hadoop platforması. Facebook, Amazon və eBay kimi nəhəng şirkətlər tərəfindən istifadə olunur. Onun üstünlüyü odur ki, sistemdə nasazlıq olsa belə məlumatlar başqa serverlərdə saxlanıldığı üçün itmir. Yekun. Gördüyünüz kimi böyük verilənlər anlayışı çox geniş və vacibdir. Onun əsas 3 xüsusiyyəti var: həcm, sürət və çeşidlilik. Bu texnologiyalar həm elmdə, həm də gündəlik həyatımızda istifadə olunur. Məhz onların sayəsində sosial şəbəkələr problemsiz işləyir, elmi kəşflər sürətlə aparılır və şirkətlər müştərilərinə daha yaxşı xidmət göstərə bilir. Ev tapşırığı. Böyük verilənlər anlayışını öz sözlərinizlə izah edin. 3V prinsipini sadalayın və hər birinə nümunə göstərin. Dərsimiz bu qədər. Gələcəkdə böyük verilənlər texnologiyası daha da inkişaf edəcək və bizim həyatımızın ayrılmaz hissəsinə çevriləcək. Sizin də bu sahədə öyrənəcəyiniz çox şey var. Uğurlar arzulayıram və diqqətinizə görə təşəkkür edirəm. Böyük verilənlər texnologiyası. Salam dostlar. Bugünkü dərsimizdə biz müasir dövrün ən aktual anlayışlarından biri olan